Xeyirdarlarla bir de benim bu digər tanıdığım, şəkildə tanıdığım həmkarlarıma məlum. Dün mən sizin qarşınızda bir ozan kimi, şehir sənət aləminin müəyyən bir əsgəri kimi çıxış eləmək istəyirəm. İndi hardan başlayalım? Burada siz, bir də mənəm. Bütün başlanğıçların başlanğıcı olan bu Tanrı'nın adı ve icazəsiyle şüphesiz ki başlanğıcımızı tapıp oradan başlamalıyıq. Lakin bugünkü başlanğıcımız ancaq ve ancaq şəhidlər ola bilər. Bir neçə dəfə cəhd eləmişəm şəhidlər haqqında şeir yazam. Mənim ürəyimcə alınmıyor o şeirlər. Yəni, o ay qaranlıq gecədə avu kimi nələr olan millətimin fəryadını mən ola bilsin ki, sözün çərçivəsinə sığışdıra bilməmişəm və bu haqda yazılan bütün şeirləri də oxumuşam. Yəni, bütün şeirlərin fövqündə dayanan bir ana fəryadı var. Heç bir şair deməsin ki, mən yazdığım və yaza biləcəyim şeir ana fəryadının fövqündə dayanacaq. Lakin bu şeirlərin içində mənim ən çox hoşuma gələn bizim Aslan bəyin xələtlərindən olan ədəbi ictimaiyyətdə az tanınan İncanı Məmməd İlqarın Başı əylə şeiri olur. Mən istəyirəm bu məclisimizi həmin o Başı əylə şeirindən başlayaq. Özüm deyəm, çünki o şeiri mən yaşamışam. Vətən başa çox iş gələr. Vətən başa çox iş gələr. Başa əymək başım sağ olsun. Biz ölməyə doğruq. Torpağın taşım sağ olsun. Neçə cəfa çeşir qalır. Bir öydən bir qoşun qalır. Beşim ölsə, beşim qalır. O qalan beşim sağ olsun. Çat verir, çatlayır gözüm. Sən çatdama canım gözüm. Bizi ağlamağa gözüm. Bir də göz yaşım sağ olsun.